Kitabınız mübarəkdir, təbrik edirəm sizi. Mənə elə gəlir ki, siz də təbrikə layiqsiniz. Çünki nəşriyyat sahibi kimi belə bir kitabı çap eləmək həm böyük hünər istəyir, həm də böyük zəhmət tələb edir. Çox sağ olun. Mən istədim ki, siz özünüz öz kitabınızı təqdim edəsiniz. Kitabım təsvir etmək olar. Mən filologiya elmləri namizədi kimi bu kitaba bir tədqiqat mənbəyi kimi yanaşıram. Birincisi bu xatirələrdir. Üstündə də yazılıb xatirələr, mənim xatirələrimdir. Bu kitabı oxuyub narazı qalanlar, qəzəblənənlər deyə bilərlər ki, sən bunu niyə yazmışsın? Ki, bu mənim xatirələrim, şəxsən mənim xatirələrimdir. Siz öz xatirələrinizi yazın. Və onda xatirəyə qarşı oxuya fikirləşər ki, öz həyatı ilə müqayisə edər, deyər ki, bu xatirələr düzdür və düzgün. İkincisi, Neçənci illəri əhatə edir? Mən baxıram ki, bax o xalq hərəkatı başlayandan o dövrdə nə qədər insanlar olub, hamısının adı var burada. Axırda siz onlarla bağlı demək olar. Xırda da belə demək ki, onların aqibəti barədə, talilə barədə kiçik yazılar yazmışam. Bu 88-93 tarixini əhatə edir. Yəni xalq hərəkatı başladı 88-də, 93-də sona getdi. Ondan sonra sabit bir avtoritar quruluş yarandı Azərbaycanda. Heç bir hərəkat, partiya, hamısı salındansa bir dar çərçivəyə dikbaşlıq edənlərə hamısına dərs verildi, hamısına cəzası verildi və Azərbaycanın mütləq hakim bir quruluşu var. Bunu hamı bilir. Bunu da mən əvvəlcədən görürdüm və deyirdim. Amma təəssüf ki, mənim saya alan yox idi. Çünki ortada vəzifə bir həvəsi var idi, sərvət həvəsi vardı, karyer həvəsi var idi. Ümumiyyətlə, məsuliyyət daşımaq şakəri yox idi bizim hərəkatın liderlərində. Ümumiyyətlə, mən fikir verdim ki, hərəkatda hansı bir ciddi elmi təhsil, təhlil və ya öncə görmə qabiliyyəti yoxdur. Ona görə mən 90-cı il yanvarın 7-sində xalq hərəkatından üzülüşdüm. Xalq Cəbhəsinin İdarə Heyətinin üzvlüyündən istifa verdim və sözüm də bu oldu ki, bəylər, mən zorakılığından, qandan və məğlubiyyətdən qorxuram. Yəni, o məsuliyyəti üzərimə gördüm. Çünki görürdüm ki, artıq bunlar aparırlar xalqı qana, bilərəkdən. 3 dəfə məruzə eləmişdim, demişdim, bizəni almamışlar. Yəni, bunlar, anladım ki, bunların ümumiyyətlə siyasətdən xəbərləri yoxdur. Belə dərin zəka sahibi deyirlər. Və təcrübələri də yoxdur ki, bu siyasətlə olan şeydir. Bəziləri, bir hissəsi sifarişlə işləyirlər. O sifarişin də mənbəyə bəllidir. Moskva idi, DTK idi, Azərbaycan Partiya Dövlət Təsərrüfat Mafiyası idi. Onlarla sıx işləyirlər. Və mən çox şadım ki, İdarə Heyətindən yəni 2 nəfər orada getdi, istifa verdi, Leyla Yunusova və mən. Əsas, yəni orada aparıcı şəxs mən idim. Leyla xanım sonra qayıtdı, vəzifəyə görə, vəzifədə tutdu. Maşallah, xeyli səmərəsini də gördü. Amma mən oradan ayrıldım və hətta özümə həmişə təşəkkür edirəm ki, mən o addımı atmağa məndə cəsarət tapıldı ki, mən o 20 yanvar məsuliyyətini bölüşmədim. Zərif bəy, bu kitaba bir yəni əsaslı belə istinad olunan bir mənbə kimi baxmaq olar, yoxsa yalnız sizin mövqeyiniz kimi baxmaq olar? Şəhbaz bəy, mən 30 ildən artıqdır ki, elmdən uzaqlaşmışam. 90-cı il sentyabrında gəlmişəm, Ziya Bonyatovun rəhmətliyin katibəsinə, direktorumuzun katibəsinə əzəmi qoymuşam ki, mən getdim. Mən 90-cı ilin sentyabrından elmi tədqiqatla məşğul olmam. Amma Akademiya adlı bir sayt var. Orada istinad indeksi var. 193 ya 196 istinad var mənə. Mən baxmayaraq ki, elmlə məşğul olmuram. Hər Azərbaycanlı alimin, xüsusilə tarix sahəsindəki alimin bu qədər sayda istinadı yoxdur. Bu kitab 2006-cı ildə Moskvada Qranitsa nəşriyyatına çıxıb, özdə 2 hissədən 2 müəllifin imzasını, biri Rasim Ağay, bir də mən. Mən 2-ci hissəmi sonradan açıq qoydum internetdə istifadə üçün. Sonra bir dəfə də öz hesabıma, oğlumun pulunu verdi, hesabı çap elədim Gürcüstanda. Amma sonradan hərəkatdan sonraki düşüncələr bir fəslini əlavə elədim burada.
xeyli üstündə redaksiya elədim. Bəzi şeyləri dəqiqləşdirdim. İnsan da hansısa tarix yaddan çıxa bilər. İstinad baxdım mənbələrə və axırda bu kitabı əlçəyə gətirdim. Sözün düzü bunu oxuyanlar deyirlər ki, bu həm də bir tarixi mənbədir. Mənbə kimi istifadə eləmək olar. O bir tərəfdən mən sizə deyim ki, xalq hərəkatı axı çox dramatik bir şəkildə baş verdi də. Orada qiyamlar, çevrilişlər, sədaqət və xəyanət rəmzləri, hərəkətləri və s. və s. belə şeylər çox oldu. Ona görə bu həm də bir dramatik, tarixin dramatik əksidir. O bir tərəfdən mən bir şey demək istəyirəm ki, bunun kitabı da qeyd etmişəm. Bu kitab göstərir bizim Üzeyir bəyin duhasını. Üzeyir bəyin olmasın bu olmasın musiqili komediyası sanki Azərbaycan xalqının tarixinin modelidir. Oradakı onun o qəhrəmanları, hansıların ki o öz ülvi, mənəvi zirvəsindən bəzən kinayə ilə, bəzən həqarətlə baxırdı, onları yanlandırırdı. Rüstəm bəydir, Qoçu Əsgər, o bir şey Həsən bəy, o əfəndilər, zatlar, onların hamısının burada elə bir ki, onlar prototipdir. Özləri də bunu anlamadan, onlar özlərini elə aparırlar ki, məsələn, o Rüstəm bəyin önündəki bunu algıladılar, o görə özlərini aparırlar. Mən də bunları gördüm, təəccüb və dedim ki, Allah sənə qəni gəndə rəhmət etsin Üzeyir bəy. Gör necə bu xalqımızın mahiyyətini dərk edib, bu qəhrəmanları yaradıb. Bunlar ölməz qəhrəmanlardır. Və bu kitabda onlar başqa qiyafədə çıxış edirlər. Bir də deyim, bax o dövrlə bağlı Ədalət müəllimin, bir də ki Hikmət Hacızadənin kitabları var. Bəli. Siz o kitablarla bax bunun arasında hansı bənzərlik var, bu mənadakı eyni dövrü yəni. Onlar amma burada Əlbər Əliyevin kitabı var, meydan hərəkatı haqqında. Sonra eşitdiyimə görə demək ki, Nemət Pənahov hansısa bir kitab yazıb çap edib bilmirəm, amma o da yazır, eşitmişəm. Və mən həmişə hamıya o hərəkatda fəal iştirak etmiş adamlara müraciət edirəm, deyirəm ki, yazın. Xalqın yaddaşında bu hadisələr müxtəlif bucaqlardan işlənsın. Mən öz bucağımdan işləndirimişəm. Amma Əlbər bəyin hələ kitabını əldə eləməmişəm, axtarıram. O görəndə həmişə deyir ki, verəcəm sənə kitabı. Mən deyirəm ki, harda alım, deyir ki, kitab bazarında yoxdur. O da öz hesabından çap edib, cüzi bir tirajla. Nəysə, o Hikmət bəyin kitabı 5 cildlik çıxıb, o məqalələri, müsahibələri var. Hikmət bəyinə biz yaxın olmuşuq. Xalq Cəbhəsinin müvəqqəti təşəbbüs mərkəzində birgə olmuşuq. Birgə bir müəyyən dövrü keçmişik. Sonradan kənardan izləmişəm onu. İnşallah və ömrünün sonuna qədər də münasibətlərimiz olub. Ədalət bəyin də 2 cildini oxumuşam, baxmışam. Və mən onların hamısını Türkçə mahnıları silsiləsinə aid edirəm. Türkçə mahnıları bilirsiniz nədir? Türkçə demək xizəkdə əyləşib, xizəyə marallar sürüyür. Ətraf bomboş, ağ bomboşdur. Və orada bundan ilhama gəlib mahnı oxuyur və deyir ki, nə yaxşı ki, külək əsmir, mənim qarnım toxdur. 2 saatdan sonra mən ağaçlığa çatacağım və orada məni o yağlı xörək gözləyir. Amma bu yaşadığı tunduranın təbiətin, mahiyyəti o Türkçəyə çatmır. O sadəcə bunu bilir. O həmin Hikmət bəy də, demək ki, Ədalət bəy də hadisələri olduğu kimi təsvir edirlər. Amma mahiyyətini dərk eləmirlər. Bəlkə heç onlar elə sadəcə istəyirdilər ki, hadisələri olduğu kimi təsvir etsinlər. Bu da, amma burada mən mahiyyəti açmışam. Hər bir hadisənin mahiyyəti var. Qiymət vermişəm. Hərəkətdən sonraki düşüncələr hissəsində, yəni bu iştirakçıların haqqında fikirlərimi söyləmişəm. Çünki Azərbaycanın bugünkü vəziyyəti təbii ki, şərtlənir müəyyən amillərlə. Amillərdən biri Sovet dövründəki yetişmiş, kal, cahil kütlədir. O birisi siyasi təcrübəsi olmayan siyasi fəallardır. Öyle bu tək Azərbaycana aid deyil. Baltikan Respublikası çıxmaq şərtilə bütün digər Sovet Respublikaları, sabiq Sovet Respublikaları hamısında vəziyyət eynidir. Yəni əhalinin istər hətta Rusiyada, Rusiyanın əhalisinin siyasi savadı var. Hansı savad sahibi idilər ki, Yeltsinə büt kimi baxırdılar. Yeltsin
alkaş idi, ağır səviyyədə, ağır vəziyyətdə. Amma ki buna düz gün baxırlar, yığışırlar 100 minlik mitinqlərdə, Yeltsin və s. Yəni bu hadisələri mən müqayisə edəndə ümumiyyətlə Sovet cəmiyyətinin qanun uyğunluqları kimi göstərmişəm. Çünki mən özüm bir hər halda 17 il elmlə məşğul olmuş bir adamam. Bilirəm ki, elmi demək ki, fəaliyyətin hansı mərhələləri var. Var təsvir, var təsnif, var təhlil, var müqayisə, var nəticə. Ben bütün bunlar burada var. Yine dedim ki kim istese bilsin ki bu hadisələr necə olub, oxusun bunu. Və sonra gitsin burada adları çəkmiş adamlar, əgər həyatdadırsa gidip sorsunlar ki, belə mi olub? Çünki burada bir sənədlərə də istinad eləmişəm. Bu bəzi sənədlərə, ola bilər bu kitabın oxumağını biraz ağırlaşdırır, amma sənədlər var, o sənədlərə istinad eləmişəm. Çox sağ olun, uğur olsun. Sizə də bu kitabı oxuyucuya çatdırmaq üçün də uğurlar diləyirəm. Çox sağ olun.